Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu günləri qrupların birinə belə bir məsələ atıblar. Deyiblər ki, bu məsələyə hər kəs fikrini bildirsin. Mənə maraqlı gəldi, belə bir video çəkmək istədim. 98 nömrəli tapşırıq, səhv etmirəmsə, MHM testindən. Testdə belə deyir: 7 litr qarışığın 1/4 hissəsi limon suyu, 5/2 hissəsi nar şirəsi, qalanı isə sudur. Bu qarışıqda nə qədər su var? Gəlin əvvəlcə cavablara baxaq. Bizə cavablarda burada milli litrlə verdikləri üçün biz 7 litri milli litrə çevirəcəyik. 1 litrimiz 1000 milli olduğu üçün 7 litrimiz də 7 milli olacaqdır. 7000 milli olacaqdır daha doğrusu. 7000 millilitr olacaqdır. 7000'in 1/4 hissəsini deməli limon suyudur. 7000'i vururuq 1'ə, bölürük 4'ə. Böləndə də bu deməli 1750 milli eləyir. Daha sonra 7000'dən çıxırıq 1750 millini. Bizdə burada qalır 5250 milli. Daha sonra 5/2 hissəsi, yəni bu 7000 millinin 5/2 hissəsi də nar şirəsidir. Yəni 7000'i 2'yə vurub eləyəcək 14000. 5'ə böləcəyik. Bu da eləyəcək 2800. 2800 milli də deməli nar suyudur. Buraya yazıram. Nar suyu. Deməli, bu isə limon suyudur. Limon suyudur. Qalanı sudur. Deməli, qalanı isə sudur. Baxıram ki, 1750 milli limon suyudur, 2800 milli nar suyudur. Gəlin bunları toplayaq. 1750 üstə gəl 2800 4550 milli, düzdürmü? Və gəlin 7000 millidən çıxaq 4550-ni. Deməli 2450 milli də 2450 milli. Deməli bu da bizim nədir? Adi su. Buraya yazaq adi su. Adi su. Bu da bizim adi suyumuz oldu. Bizdən nə istəyir? Adi suyu istəyir. 2450 tapmışıq. Burada da A variantında var. A variantı 2450 milli bizim adi suyumuzdur. Deməli limon suyu 1450 milli, 1450 milli, 1450 milli, nar suyu 2800 milli və adi su 2450 milli. Belə. Təşəkkür.